Napoleon Hill, Düşün ve Varlan. 4-cü hissə. La Salle Əlavə Təhsil Universitetində reklam üzrə mütəxəssis işləyərkən, universitet prezidenti Chaplinin öz təhsil müəssisəsinin inkişafı üçün Carnegie formulunu necə tətbiq etdiyini böyük məmnuniyyətlə izləmişəm. Nəticədə La Salle ölkədə ən iri əlavə təhsil ali məktəbinə çevrilib. Haqqında söhbət açdığım uğur sirri bu kitabın səhifələrində 100 dəfədən az olmayaraq işlədilir. Lakin formul konkret sözlərlə ifadə olunmayıb və bu təsadüfi deyil. Məsələ burasındadır ki, siz özünüz bu formulu açanda o daha effektli işləyir. Məhz buna görə Carnegie belə asanlıqla onun haqqında mənə söhbət açıb. Axı o konkret heç nə söyləməyib. Beləcə, əgər siz özünüzü görmək üçün kökləməyə hazırsınızsa, bu kitabın hər fəsli sizə yeni sirr açacaq. Təəssüf ki, sizə sirrin harada olduğunu söyləyə bilməyəcəm. Amma bu, yaxşılığa doğrudur. Əks təqdirdə sizi bu kəşfi özünüz sərbəst şəkildə edəcəyiniz halda alacağınız mükafatdan məhrum edə bilərdim. Bu kitabı yazarkən öz oğlum əlyazmamın 1-ci hissəsini oxudu. O anındaca formulu aşkarladı və ondan elə uğurla istifadə etdi ki, bir müddət sonra daha çox əmək haqqı verilən iş yeri tapdı. Bu hadisəni 1-ci fəsildə qısa şəkildə təsvir etmişəm. Onu oxuyan kimi bütün bunların nağıl olduğu haqda şübhələrinizi bir kənara tullayacaqsınız. Daha bir vacibi isə odur ki, əgər nəyəsə çatmaq istəyərkən məğlubiyyətə uğramısınızsa, əgər çətinliklər sizi sındırıbsa, əgər şərait sizin xeyrinizə olmayıbsa, əgər xəstəliklər və qəzalar sizdən yan ötməyibsə, oğlumun hekayəti sizə puç olmuş ümidlər səhrasında oazis rolunu oynaya bilər. 1-ci Dünya müharibəsində bu formuldan Wilson geniş şəkildə istifadə edib. Sir, müharibədə iştirak edən hər bir əskərə açılıb. Formul, əskərlər cəbhəyə göndərilməzdən öncə ordu hazırlığının bir hissəsi olub. Prezident Wilson mənə danışırdı ki, Carnegie'nin sirri müharibənin gedişatı üçün zəruri olan vəsaitin toplanmasında açar rolunu oynayıb. 20-ci əsrin ilk illərində Poisson bu sirlə o qədər ilhamlanmışdı ki, ondan istifadə etməklə öz həmvətənləri üçün azadlıq əldə edə bilmişdi. Sonralar o, Filippinin azad xalqının ilk prezidenti olub. Bu unikal formulun daha bir səciyyəvi xüsusiyyəti var. Onu açan və həyatında tətbiq edən hər kəsi uğur öz ağuşuna alır. İstədiyinə çatmaq üçün onlar yalnız azacıq səy göstərməlidirlər. Bu insanlar heç yerdə imtina və ya etiraz sözünü eşitmirlər. Əgər buna bir şübhəniz varsa, məşhur adamların özləri barədə dediklərini oxuyun və yazılanların həqiqət olduğuna özünüz əmin olun.